Elnur ilerleyir, kahraman insan bayrağı yükseldi. Eğilmir qəti, vətən sevgisidir yüreğin sesi. Elnur kahraman igidlik simvolu, torpaq sənə borclu şəhidlik yolu. Qəlbində vətən, əllərində zəfər, adın tariximizdə sonsuza qədər. Xətəyə sırasında addımladı o, Göyçayın igidi qəhrəman oğul. Düşmənin qarşında səndən qorxaraq, qəhrəman adını aldın ucaraq. Elnur qəhrəman igidlik simvolu, torpaq sənə borclu şəhidlik yolu. Qəlbində vətən, əllərində zəfər, adın tariximizdə sonsuza qədər. Cəbrayıl torpağın qanıyla yudu Elnur igibliğini dünya duydu. Sən ki qorxmaz idin, döyüşdə qalib, vətən uğrunda getdin ən uca zirvəyə sahib. Elnur qəhrəman igidlik simvolu, torpaq sənə borclu şəhidlik yolu. Qəlbində vətən, əllərində zəfər, adın tariximizdə sonsuza qədər. Xətəyə sırasında addımladı o, Göyçayın igidi qəhrəman oğul. Düşmənin qarşında səndən qorxaraq, qəhrəman adını aldın ucaraq. Elnur qəhrəman igidlik simvolu, torpaq sənə borclu şəhidlik yolu. Qəlbində vətən, əllərində zəfər, adın tariximizdə sonsuza qədər. Cəbrayıl torpağın qanıyla yudu Elnur igibliğini dünya duydu. Sən ki qorxmaz idin, döyüşdə qalib, vətən uğrunda getdin ən uca zirvəyə sahib. Elnur qəhrəman igidlik simvolu, torpaq sənə borclu şəhidlik yolu. Qəlbində vətən, əllərində zəfər, adın tariximizdə sonsuza qədər. Xətəyə sırasında addımladı o, Göyçayın igidi qəhrəman oğul. Düşmənin qarşında səndən qorxaraq, qəhrəman adər. Xətəyə sırasında addımladı o, Göyçayın igidi qəhrəman oğul. Düşmənin qarşında səndən qorxaraq, qəhrəman adını aldın ucaraq. Elnur qəhrəman igidlik simvolu, torpaq sənə borclu şəhidlik yolu. Qəlbində. Mən Göyçay şəhər 7 nömrəli orta məktəbin ibtidai sinif müəllimiyəm. Əliyev Elnur Ələssənoğlunun müəlliməsi olmuşam, ibtidai sinif müəllimi olmuşam. Bugün biz burada Qəbələ şəhərində Laza kəndinin ətəyindəyik. Elnur haqqında mənim çox xatirələrim var. Qəlbimdə Elnur haqqında o qədər xatirələr yaşayır ki, onlardan biri də elə bu Laza kəndi haqqındadır. 4-cü sinifdə oxuyurduq. Biz kəndimiz haqqında bizim bir inşamız var idi. Mən uşaqlara inşa yazmağı tapşırdım və onlara dedim ki, hər bir insanın özünün bir məskəni olur, kəndi olur. Siz də o kəndiniz haqqında yazın. Çünki şəhərdə yaşanırsanız belə, kəndi olur insanın. Elnurgildə kənddə yaşayırdılar. İnşanı yazdılar uşaqlar. Uşaqlardan inşaların necə yazdıqlarını soruşmaq istədim. Bir neçə uşaqdan soruşandan sonra dedim, Elnur, sən də gəl öz kəndiniz haqqında nə yazmışsan, onu danış. Dedi ki, müəlliməm, mən Laza haqqında yazmışam. Qoy qeyd edeyim əvvəlinci, Elnur məni əsəbləşdirməyə çox sevirdi. Elə bildim ki, bu yenə də onun bir məni əsəbləşdirmək fikridir. Üzümün ifadəsini dəyişdirdim ki, yəni niyə Laza? Dedi ki, müəlliməm, mən anamın doğulduğu, böyüdüyü kənd haqqında yazmaq istəyirəm. Mən o kəndi sevirəm. Həm də ki, istəyirəm ki,
Siz də o kənd haqqında biləsiniz. Yəqin ki, sinif yoldaşlarım və sən o kəndə getməmisiniz. Mən o kənd haqqında yazdım ki, siz də ora haqqında biləsiniz. Elnur o kəndi o qədər gözəl təsvir elədi ki, onların insanların, yaşayışın, təbiətin o qədər gözəl təsvir elədi ki, həqiqətən biz elə bildik ki, o kənddə getdik, gəldik, kəndi gördük, gəldik. Mən Elnura bu yazısından 5'te 4 yazdım. O küstü. Üzünün ifadəsi tamamilə dəyişdi. O yaşıtlarından həqiqətən fərqlənirdi. O sinifdə ən balaca o idi. O uşaqlardan 1 yaş balaca idi. Üzünün ifadəsi dəyişdi və qalxıb mənə sual verdi ki, müəllimə, siz mənim yazımı bəyəndiniz. Uşaqlar da sevindilər. Siz də dediniz ki, nə gözəldir Elnur. Biz o kəndi gedib görüb gəldik. Niyə bəs mənə 5'te 4 yazdınız? Pis olmuşdu. Üzünün ifadəsi tamamilə dəyişmişdi. Dedim Elnur, kəndi gözəl təsvir elədin. Biz o kəndi getdik, görüb gəldik. Amma sən yazdıqlarında gör nə qədər səhvlər buraxmısan. Ondan sonra Elnur'un üzünün ifadəsi əvvəlki vəziyyət aldı ki, yəni mən kəndi gözəl təsvir eləyə bilmişəm. Elnur belə Elnur idi. Elnur'un mən danışdıqlarım içində bəlkə də həyəcandan yaxşı ifadə eləyə bilmirəm. Amma o qədər sərbəst, səlis ifadə eləyirdi ki, fikrin. Həqiqətən o yaşından artıq böyümüşdü. Zəkə Göyçaylı balamız, biz sizə də təşəkkür edirik. Siz bu şəhid ailələrinin həmişə yanındasınız. Onların bütün arzu istəklərini, görmək istədiklərini çəkiliş edib hamıya göstərirsiniz. Çox sağ olun, biz sizdən çox razıyıq. Allah sizdən də razı olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah bütün şəhid ailələrinə səbir və dözüm versin. Allah qazilərə şəfaət, can sağlığı versin. Amin. Bizim borcumuzu çəkib işıqlandırıb bütün saytlarda təqdim edirik. Çox sağ olun. Mən Əliyeva Tahirəm, Cavad qızı, xüsusi təyinatlı qüvvələrin mənsubu, Azərbaycan bayrağı ordenli Elnur Əliyevin anasıyam. Bugün onun İbtidai sinif müəllimi, İradə müəllimlə, bacımla, yoldaşımla Qəbələ rayonunda yerləşən abidəsini ziyarətə gəlmişik. Bizim Zəkə balamız bizdən bir yerdədir. Həmişə şəhid ailələrinin yanındadır. Bizim dərdimizi, sərimizi yaşının az olmasına baxmayaraq bölüşməyə çalışır. Elnur vətən sevdalı bir oğuldur. Elnur'un müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında onun döyüş yoldaşları, komandirləri sevə-sevə danışırlar. Elnur'u dəstənin bala canavarı adlandırıblar. Bu vətən sevdalı bala Azərbaycan torpağını bütöv görmək istəyirdi. Minlərlə Azərbaycanlı oğullarımız kimi Elnur da vətənə öz borcunu ləyaqətlə verdi. Baxmayaraq ki, o həyata çox gec göz açmışdı. Arzulanan bir oğul övladı idi. 2 qızdan sonra doğulmuş, ailənin ən sevimlisi idi. O bizim ailəmiz üçün sevimli idi. Vətən isə Elnur üçün sevimli oldu. Öz şirin canını vətən yolunda fəda etdi ki, ondan sonra olan gələn nəsillərə bütöv azad bir Azərbaycan bəxş eləsin. Bütün şəhid ailələrinə, baxmayaraq ki, özüm də şəhid ailəsiyəm, səbir və dözüm arzulayıram. Övladlarımız vətən yolunda candan keçiblər. Arxada qoyulan, qalan əmanətlərə bu vətən sahib çıxsın. Bu vətənin oğulları bizə bütöv bir Azərbaycan bəxş eləyiblər. Ruhları şad olsun, məkanları cənnət olsun. Yerdə qalan o qazilərimizə, döyüşçülərimizə Allah bol-bol şəfalar versin. Hal-hazırda biz burada dayanmışıq, sərhədlərimizi qoruyan minlərlə hərbiçilərimiz var ki, hər an Elnur kimi onlar da vətəni qorumağa, canlarından keçməyə hazırdılar.
Allah onları qorusun, torpağımızı qorusun, millətimizi qorusun. Bir də Allah ölkəmizə belə ağrı acı göstərməsin. Amin. Bir də biz şəhid valideynləri belə abidələrin yanında dayanıb intervyu verməyək. Onların xeyir işləri üçün, yerdə qalanları üçün, xoş günlər üçün çıxış eləyək. Bu da yəqin Tanrıdan bizim bir qismətimizdir. Düzdür, ağırdır, canımız yanır. Ancaq vətən üçün bu yanğıya dözməyə məcburuq. Vətən sağ olsun deyək. Ben Əliyev Ərəstan Hüseynoğlu, Göyçaylarından xüsusi təyinatlı bayraq ordenli Əliyev Elnur'un atasıyım. Bugün Qəbələ rayonunda tikdirdiğimiz Elnur'un abidəsinin önündeyik, Laza kəndində. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bir daha heç kimə bu ağır acını göstərməsin. Sərhədlərimizi qoruyan əsgərlərimizi qorusun. Allah bütün döyüşçülərə, qazilərimizə şəfa versin. Allah sizləri də qorusun. Şəhidlərimizi unutmamaq üçün paylaşımlar edirsiniz. Çox sağ olun. Allah sizləri var eləsin. Çox sağ olun. Allah sizə səbr və dözüm versin. Allah şəhidimizə rəhmət etsin. Ruhu şad, məkanı cənnətli olsun. Bugün biz Göyçay rayonu Potu kəndi şəhidi 44 günlük vətən müharibəsində şəhid olan Əliyev Elnur Ərəstan oğlunun ev muzeyini və açılan xatirəsi üçün bulağını ziyarət etdik və oxuduğu sinif 7 nömrəli məktəbi ziyarət etdik və sonra da Göyçay şəhəri Şəhidlər Xiyabanda ziyarət edəcəyik. Atam, Allah sizə səbr və dözüm versin. Anam, Allah sizə səbr və dözüm versin. Sağ olun. Allah razı olsun. Sizlərdən razı olsun. Elnur'un ana babasının kəndisidir. Qəbələ rayonunun Laza kəndində Babayevə Nüşabə Cavad qızı Elnur'un xalası. Bakın, bu əvvəl sizə təşəkkür edirəm. Əziyyət çəkirsiniz. Həmişə şəhid valideynlərin yanında olursunuz. Allah sizi can sağlıq versin. Allah sizə həmişə yaxşı şeylər çəkməyi nəsib eləsin. Bu Elnur'un ana babasının kəndidir. Burada tikilən bulaq da elə bil ki, ona bu ana baba tərəfindən xatirə kimi, yadigar kimi tikilibdir. Biz də istəyirik ki, onun adı həmişə yaşasın, həmişə onun varlığını biz bilək, onu heç vaxt biz itirməyək. Elnur, elə Elnur kimi də oğul idi. Elnur əziz qohumları içində ən əziz bala idi. Elnur xalası üçün ən əziz övlad idi. Allah ona rəhmət eləsin. Allah heç bir anaya, heç bir kəsə qismət eləməsin. Çox sağ olun. Kanıyla canıyla tarih yazan, canı bahasına torpağı alan, o cavan hayatı yarıda kalan, nur üzlü şehidim benim. Silah, elinde bayrak, dedi ya ölüm ya Qarabağ. Vermedi düşmene o bir karış torpaq, dedi ya ölüm ya Qarabağ. Balan seninle fəxr eləsin, atan anan qəm yeməsin, başını uca tutup desin, nur üzlü şehidim benim. Kanıyla canıyla tarih yazan, canı bahasına torpağı alan, o cavan hayatı yarıda kalan, nur üzlü şehid
yaşasın səni, güllə bəzəsin qəbrini, verirsən cənnət ətri, nur üzlü şəhidim mənim. Ağlama şəhid qadını, hər an uca tut başını, belə görməsin halını, nur üzlü şəhidim mənim. Kanıyla canıyla tarix yazan, canı bahasına torpağı alan, o cavan həyatı yarıda qalan, nur üzlü şəhidim mənim. Canıyla qanıyla tarix yazan, canı bahasına torpağı alan, o cavan həyatı yarıda qalan, nur üzlü şəhidim mənim. Kanıyla canıyla tarix yazan, canı bahasına